Tərk edib məni getdin. Bıraxıb məni düşünmədən getdin. Yəni bu günə qədər heçmi hisslərin, duyğuların, bir bağlılığın olmayıb. Arxana baxmadan belə getdin. Səni bilmirəm, mən çox üzüldüm. Yəni bu qədər yol keçdik, həyəcanlar, təhlükələr ötdük. Bunların hamısı sənin üçün adi bir olacaqlarmı? İnana bilmirəm. İnana bilmirəm ki, sən bu qədər soyuq, daş ürəkli birisən. Doğrusu, bu insanlığa yaraşmayan bir davranışdır. Çox pis bir əlamətdir. Yəni, ölümlə baş-başa qalmaq, üz-üzə gəlmək bu qədərmi ucuzmu? Axı biz bunları gerçəkdən yaşadıq. Sanırdım ki, bu mənim həyatımın ən maraqlı xatirələri olacaq. Amma sən gedişinlə bütün qəmi, qüssəni, kədəri yazdın mənim hafisimə. Nəysə, nahaq deməyiblər ki, insan çiğ süd içib. Kamillik hər kəsə nəsib olmaz. Kamillik hər kəsə nəsib olmaz.